Investaz Investor şirkəti sizi salamlayır. Bazar ertəsi dünya maliyyə bazarlarında avro və dolların qiymətində güclü hərəkətli müşahidə olunmayıb. Belə ki, avron dollara nisbətən qiyməti hələ də 1 dollar 10 sent ətrafında ticarət olunmaqdadır. Lakin cütlü üzrə qiymətin texniki mənzərəsini təhlil edərkən qiymətin yenidən 1 dollar 12 və 1 dollar 13 sentə kimi bağlaşa biləcəyi görünür. ABŞ doların Türk lirəsinə nisbətən qiyməti gözlədiyimiz kimi ucuzlaşmaqda davam edir. Bazar ertəsi cütlü üzrə qiymət 2 lira 99 kuruşdan 2 lira 98 kuruşa kimi ucuzlaşır və əlavə olaraq 2 lira 97 kuruşa kimi də ucuzlaşa biləcəyi gözlənilir. Hətta qiymət 2 lira 97 kuruşun altında qalarsa, əlavə olaraq 2 lira 95 kuruş, 2 lira 90 kuruşa kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Funt sterling ABŞ dolarına nisbətən qiyməti də ucuzlaşmaqda davam edir. Hal-hazırda 1 dollar 29.90 sentə kimi ucuzlaşan cütlü üzrə qiymətin əlavə olaraq 1 dollar 29.30, 1 dollar 28.80 sentə kimi də ucuzlaşa biləcəyi gözləndi. Lakin bu gün də maliyyə bazarlarında güclü hərəkətliyə səbəb ola biləcək önəmli iqtisadi məlumatlar açıqlanması gözlənilmir. Investaz Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.